Xoş gördük əziz dostlar, hər birinizə Allahın salamı olsun. Necəsiniz? Yaxşısınız inşallah. Bugün birlikdə sizinlə sirkə paylaşacağım. Bu sirkəni məndə çox istəyən oldu. Bu sirkədə nə su istifadə edirəm. Sadəcə almanın özündən sirkəni qoyacağım və sizinlə bölüşəm. Bu sirkədə sadə alma olacaq və maya üçün sirkənin yarım stəkan sirkə və başqa heç bir şey və bir qaşıq da bal. Bağışlayın, bal yadımdan çıxdı. Bal ya da şəkər tozu, ya şəkər, ya nabat, hansından əlinizdə olsa ondan olacaq. İndi gəlin necə hazırlanır və bunu necə qoyuruq? Başlayaq. Gördüyünüz kimi almaları mən yumuşam. Almalar axşamdan yuyulub və quruyub. Axşamdan almalar yuyulub quruyub almamız var idi. Gördüm ki biraz başlayır artıq. Yediyimizi yemişik. Qalan isə başlayır çürümək istəyir. Ona görə də mən də dedim ki qoy sirkə eləyim. Zaten sirkə də eləyirəm. Bunu da sirkə eləyim. Tökülməsin. Yudum demək olar ki almaları. Almalar belə görürsünüz. Belə. Bunu mən atmayacağım. Onu qatacağım sirkəyə. Məsələn, sizə görünə göstərirəm. Belə bir halda bunu da sirkəyə qatacağım. Yumuşalıb. Sonra bax. Bunu da qatacağım sirkəyə. Mən sizə deyim ki, bax bu susuz olan sirkə var ha. Bu alma bax bu vəziyyətə alır və sonradan başlayır. Birinci alkollaşır, sonra isə sirkələşir. Biri mənə yazıb ki, o çaxırdır, o sirkə deyil. Yox, çaxır deyil, sirkədir. İndi onu da necə qoyduğumu bölüşürəm sizinlə birlikdə. Gəlin baxaq. Və birlikdə bu işləmi edək. İnanın ki, çox gözəl sirkə olur və qatqısız, heç nəsiz, həm də çox dadlı, ətri gözəl, bir gözəl sirkə olur. Tamamilə %100 təbii alma sirkəsi. Bir də mən sizə bir şey söyleyeyim. Bəzən deyirlər alma mağazindən və marketdən alarkən, bazardan almalar var. Əlinizi belə vurursunuz, yapışır. Mumlu almalar var. Ondan da olar. Soyub qoya bilərsiniz məncə, ya o olar. Amma bacarım, bax, belə almanı alanda mən almanı alsam da marketdə belə yapışqansız alma olmalıdır ki, o da gözəl sirkə olsun və yaxud öz həyətinizin, bacağınızın almaları olur. Azərbaycanda da, başqa yerdə də, elə burada da, özümüzün Rusiyada da alma çoxdur. Belə mumsuz alma olsa daha gözəl olar, daha yaxşı olur. İndi götürmüşəm, bax, bu almalarımı yumuşam, axşamdan quruyub. İndi sizə deyim, mən nə istifadə edəcəm. Qızlar, dediyim kimi, bax, bu şirəli qazan var, bunu götürdüm. Şirəli qab götürəndə mütləq baxın, şirəsi düşməmiş olsun. Şirəsi düşməmiş bir qazan. Ya da ki, şüşə balonlar istifadə edə bilərsiniz. Götürdüm bunu. Bir bu qədər sirkə. Bu mənim öz etdiyim sirkələrdən də, ev sirkəsi də, alma sirkəsi. Bir şey deyim, əgər sirkəniz yoxdursa, maya üçün istifadə etməyinizə heç gərək də yoxdur. Heç bir sirkə qatmaya bilərsiniz. Ancaq ya dediyim kimi şəkər tozu, ya bal, ya nabat, hər hansına edə bilərsiniz. Bu qədər də bal götürdüm. İndi almalarımızı doğrayacağım və yığam. Yenə də deyirəm, bəziləri deyir ki, almalar bax bu qayda alacaq.
Ben indi doğrayacağım. Bu fasonda bu almalar bu qabda. Bax, bu fasonu olur. Sonra başlayır özü sokunu, suyunu bırakır, şirəsini. Başlayır sirkələşməyə. Və belə olacaq. Bunu mən özüm atmadım ki, saxlayayım ki, göstərim. Bax, bu qaydada olur və sirkələnməyə. Ondan sonra bu vəziyyət alandan sonra sıxıb yenidən saxlayacağıq. İndi gördüyünüz kimi başlayıram işimə. Bıçağımızı götürürük. İstəyirsiniz 4 yerə, istəyirsiniz 8 yerə. 8 yerəsiniz daha tez işiniz həll olur. Bu qaydada doğrayırıq. Dənəsini, heç bir şeyini çıxartmışsınız. Əgər xarab yer olsa, hə. Bir də sapını götürün. Heç bir yerinə dəymədən doğrayıram buraya. Bax, belə. Görürsünüz. Əgər belədirsə, yenə də atmayın. Bu xarab deyil artıq. Alma biraz yumuşalır və özündən gedən halıdır. O da ücret sirkə olmağa, artıq sirkə olmaq niyyətindədir. Və belə doğrayıram. Bu qaydada doğrayacağım və qazana yığam. Elə qazana da yığıram da gördüyünüz kimi. Belə. Bəziləri deyir, ay o deyir, ondan sirkə olmaz, ondan bir o gəlirsə, çox da gözəl sirkə. Bax, bunu mən götürəcəm. Haradasa bu qazan 9 litrdir. 9 kiloluk bir qazandır. Ondan mən 7 litr %100 sirkə süzəcəm. Mən yeni deyirəm, bu sirkədə nə su var, nə heç nə olan baldır. Balınız yoxdursa şəkər tozu və maya üçün sirkə. Sirkəniz də yoxdursa o da problem deyil. Sirkəsiz. %100 də gözəl də alınır. Dediyim kimi almanın hansı vəziyyətdə olanda sıxarsınız. Süzərsiniz onu. Qəşəng amma möhkəm süzün ki, heç bir qalmasın da. Tamamilə süzün. Bax, almalar bu qayda olanda görəsiniz, əziləcək. Onda da siz onu süzəsiniz. Belə. Bax, yenə göstərirəm. Heç bir şeyini götürmürəm. Almanın sapından başqa. Alma sirkəsi şəfadır. Alma sirkəsi, sirkələrin hamısı, meyvə sirkələri, hamısının özünə görə şəfası var. Bax, buranı görürsünüz, buranıma götürürəm. Bax, görürsünüz, xarab yeridir, götürürəm. Əgər elə yer varsa, bax, belə götür. Qatmayın. Bir izleyici yazmışlar, deyir o. Ondan deyir sirkə olmaz, elə sirkə olmur. Bax, elə bir gözəl sirkə olur ki, əziz izləyicim, çox da gözəl sirkə olur. Sən bacar, elə də elə. Əgər inanmırsınız, çox qoymayın. Gedin 2 kilo almanı alın. Mənim etdiyim kimi sirkənizi qoyun və istifadə edin. Şükür, mən bu sirkəni istifadə edənlər bizim evin xəstəliyi yoxdur. Hələ bir sir vermək istəyirəm, amma verməyəcəm. Bu sirkənin nəyi məndən aldı, hansı xəstəlik. Onu mən o sırrı verməyəcəm heç kimi.
Ona görə də mən bu sirkəni hər dəfə qoymuram evdən qurarsaq. Amma mən sizə bir söz deyim. İllandıqca, sirkə qaldıqca daha da keyfiyyəti artır. İndi məsələn, mənim sirkələrim var. 3 il, 4 il. Mən başlayıram, ondan istifadə edirəm. İllanmışı çıxardıram. Təzələri arxaya sarı qoyuram və orada onlar illanır. Sonra təzəsi başlayır. Düzün deyəm, bu il almadan birincisini qoydum. Alma sirkəm çox idi deyim. İndi görürəm ki, çirik azalır deyim. Həm də almalar israf olmasın deyim, qoyum. Çox gözəl. O məsələn, görürsünüz, bu artıq xarab yerdir. Bunu götürün. Amma bayaq mən qoydum orada. O alma yumuşalıb, heç bir xarabsız. O olar. Şəxsən elə kənd yerlərdə görürsən almalar tökülür. Dibində elə bir vəziyyət alır. Onu yığın, sirkə edin. Görün, nə gözəl sirkə olacaq. Məsələn, bunu artıq götürməliyim. Çünki görürsünüz, böhründən bir qara ləkət düşüb və xarab olmağa başlayır. Ona görə onu götürürəm, onu qatmaq olmaz. Amma yenə də deyirəm, dənələrim heç nəyin atmayın. O bəzi adam deyir, sirkənin dənəsini çıxarın. Sirkənin dənəsində çox hikmət var. Yenə də deyirəm ki, mənim neçə illərdir müalicə və həkim. Axırı ki, sirkə onu yox etdi. Necəsiniz, mən hardan izləyirsiniz? Mən bunu Rusiyadan çəkirəm. Rusiyada da bizdə zaten YouTube bildiyiniz kimi, tək YouTube yox, bütün sosial medyalar, TikTok'dur, YouTube'dur, Instagram'dır, hamısını dayandırdılar hələ ki. Amma mən də dayanmıram, deyirəm ki, ola bilər, getdim Kəlbəcərdə yaşamağa. Mən orada başlayacağım YouTube'umun arxasını çəkməyə. İnşallah Allah ömür verərsə, sağlamlığımız özümüzdə olarsa davam eləmək istəyirəm. Ona görə dayandırmıram, çəkirəm və paylaşıram. Siz də bana abunə olsanız sevinərəm. Şərh yazsanız sevinərəm. Getdi. Hoppa. Üstündən də biraz bastıraq. Havadan izləyirsiniz məni. Nə sual versəniz, necə soruşsanız hamısına cavablamağa da hazıram. İndi bax, bu belə doğur, görəsiniz. O yumuşaldıqca başlayacaq aşağı şirəsini buraxır, gözəl enir aşağı. O qədər də gözəl, bax, qorxmayın, o rəngi dəyişəcək. Mən bayaq göstərdiyim alma kimi görəsiniz ki, yavaş-yavaş karikiniləşir, aşağı belə aşağı enir. O xərab olmur, ondan qorxmayın, heç bir şey olmur. Birisi də o ətri də çox gözəl gəlir. Belə bir damcı o da olsun, ondan mən su istifadə edirəm. İstifadə etdiyimi göstərdim zaten maya üçün.
Əgər o da yoxdursa sizdə heç bir problem deyil. İşte nədir, necə deyərlər, şəkər qatmasanız olur. Əgər meyvəniz şirindirsə, heç ona qatmasanız olur. Çünki bu öz-özündə çox gözəl bir sirkə olur. Bax, bu sirkə odur. Görürsünüz necə gözəldir. Məcnun, balzamı bir sirkə olur. Elə gözəl olur. Həm dadı, həm içməyi, istifadə eləməyi, yeməklərdə istifadə eləm. Salatlarda. Amma ən çox da mən hər gün suyla qarışdırıram. Onu bir stəkan suya bir xəric qaşığı qatıram ya bir çay qaşığı qatıram və içirəm. Sonra deyirlər mədə ağırsa, amma mən sizə deyim, mədənin dostudur. Mədə bağırsın. Ağır yeməkdən sonra üstündən için və onun necə gözəl həzm etdiyini görün. Nə az, nə çox dəqiqə belə keçirmiş. Dəqiqə keçirmiş ki, insan rahatlanır. Bax, bu dəqiqədə olan bu viruslar, nələr, hamısının daha doğrusu düşmənidir. Xəstəliklərin düşmənidir. Baş ağrısını ən başlıca, inanın, mən baş ağrı dərmanı heç istifadə etmirəm. Hər dəfə demək istəmirəm, hər dəfə mən bu sirkəni paylaşdıqca o sözü deyirəm. Həm də yeni izləyicilərimiz də olur. Onlar üçün söyləyirəm. İnanın ki, baş ağrısının ilk köməyidir. Başın ağrıdır, iç, yetdi. Sonra davleniyanın yüksək şəkər. Bunu özünüz baxsanız görürsünüz. Nələrə xeyirdir. Qan qatılığına çox şeylər çox. Amma ən başlıcısı, yenə deyirəm, mənim kəşf etdiyim olan bir şey çox maraqlıdır. Mən sonra araşdırdım. Həqiqətən də həkimlər yəqin ki, bunu gizləyirlər. Nələrə xeyirdir. Mən həqiqətən də araşdırdım bir başqa yerdə. Baxdım ki, həmin mən dediyim xəstəliyin elə düzdə buymuş dərman. İnanın ki, o xəstəlik, məndə bir dəfə əməliyyat oldum, bir də yarandı. Bir də əməliyyat yazdılar, mən istəmədim, razılıq vermədim. Və şükür bu günə ki, mən bu sirkəyə özümü tutdum və o çıxdı, getdi. Belə, gördüyünüz kimi, indi bu yenəcək aşağı. Özü boşaldıqca, suyunu saldıqca özü aşağı enəcək. Mənim əlavə etdiyim, bax, bu baldır. Buraya bal əlavə edirəm. Bir də sirkəni əlavə edəcəm. Bu balı əlavə edirəm. Üstündən balda soyuqda qalıb donub. Belə maya kimi budur. Və sirkədir. Bunun öz qapağını belə qoyacağım. Qoyam indi birazdan. Bir neçə dəqiqədən sonra görəsən özünü yavaş-yavaş yendi aşağı. Ondan sonra bez parçayla ağzını sarıyacağım. Qaranlıq bir yerdə. Saxlayam 20 gün. 20 gündən sonra onu qəşəng dediyim kimi süzürəm. Şirəsini tamamilə sıxıram. Gözəl, qupquru olunca sıxıram və götürürəm onu şüşə balonlarda yenidən 1 ay, 20 gün elə saxlayıram. Və nəticə alınır. Başqa cür, bax bu cür.
Belə sirkə edirəm və qoyuram. Stolumuzun üstünə şəfa niyyətinə içirik və şəfamızı da tapırıq. Dostlar, elə videomun axırında da qoy bunu da sizlə süzüm. Ağ üzüm sirkəsi qoymuşdum. Bax elə heç nəsə susuz falansız sıxdım onu. Yenidən bax artıq 25 gündə durur. Anasına baxın gözəlliyinə. İndi mən onu şüşələyəcəm. Dedim elə bu işi görmüşkən elə bunu da qoy dostlarımla birlikdə süzüm görsünlər. Anasının da gözəlliyinə baxın. Anasını götürək qoyun. Ay maşallah sən. Bütün sirkəni bu anada dəsin yeyib. Baxın ki, necə gözəldir sən Allah. Gözəlliyinə baxın Allah'ım. Bəzən maşallah deyirəm, hamı deyir ki, ay niyə maşallah dedim. Adam gözəl şeyə maşallah deyər də. Maşallah demək, gördüyünüz gözəlliyin hər birinə maşallah demək bizim boynumuzun haqqıdır. Ay maşallah. Sübhanallah. Baxın sən Allah qızlar. Baxın. Bunun anasıdır Allah'ım. Ya Rabbim nələr yaratmışsın. Möcüzədir, möcüzə. Bunu da maska eləyirlər, gördüm. Üz maskası eləyirlər, deyir. Sivilcələrə zada çox gözəl, qırışlara çox gözəl deyir, effekti var. Bir də qırıb uda bilirsən. Bax, belə qırıb yeyə bilirsiniz. Yeməyə olur. Bax. Bir də bildiyiniz kimi bunu mən ən çox əgər istəyirsinizsə, sirkəniz tez əmələ gəlsin, ana kimi istifadə edib, maya kimi istifadə edə bilərsiniz sirkə anasını. Ay baxın nə gözəldir. Ay sən. Onunla oynamaq çox sevirəm. Gözəl şeysin, gözəl. İndi bunu da süzək, şüşələyirəm bunu. Dar şüşələrdə ağzını bağlayıb götürəcəm. Bu üzüm sirkəsidir, ağ üzümlü. Baxın qızlar, belə bir şüşəni götürdüm, yuyulu, qurumuş şüşə. Mütləq qurumuş olsun, su olmasın içindəki. Sirkəniz pozulmasın. İndi süzürəm bunun içinə. Hoppa, belə. Gördüyünüz kimi süzdüm. Biraz da dibinin posasına getdi, eybi yoxdur. Heç bir problemi yoxdur. Ağzını da götürürük. O belə sıxı bağlayırıq və qayırıq, durur. Üzüm sirkəsini mən sadəcə turşularda istifadə edirəm. Xiyar turşusu bağlayarkən sonra sizə nə deyim? Kələm, hər şey. Turşularda istifadə edirəm. Üzüm sirkəsini mən sadəcə turşularda istifadə edirəm. Dediyim kimi. İndi bu qalanını da buna süzüm. Belə. Bağladım. Hoppa. Da koydum bunun böğrüne. İndi deyəcəksiniz, bunu neyirsiniz? Bunu da bankaya koyuram. Sirkə koyuram. Üstüne de sirkə tökürəm və durur orada. Durur orada. Ama baxın, biraz da baxın. Bunun gözəlliyinə baxın. Biraz da. Gözəlliyinə. Demək, bax bu sirkə və sirkə anası. Sirkəni necə qoyduq indi? Belə. Demək, alma sirkəsini necə qoyduq? Bir izləyici mənlə soruşmuşdu ki, alma sirkəsini necə qoyursan? O elə ola bilərmi? Və nə? Mən imenini sənin üçün qoyuram ki, ola bilər. Və onu süzəndə də göstərəcəm sizdən. Görün necə olur.
Bu da ki bizim üzüm sirkəsi və onun anasıdır. Sirkələrim mənim çoxdur. Bütün meyvələr də mən sirkə. Mənim hər bir meyvədən sirkəm var. Bu da üzüm sirkəsidir. Hələlik dostlar, beləliklə bugün sizinlə alma sirkəsinin necə hazırladığımın qaydasını göstərdim və bu üzüm sirkəmi də süzdüm, şüşələdim və anasını da sizə göstərirəm. Hələlik xoşça qalın və dostça qalın. Dediyim kimi abunə olub mənə şərh yazmağı da unutmayın.